Azərbaycan musiqisinin bir daha kalifiye var düzeyilmək. O bircə kəlmənə incan Sanayım yoxdur, bağım yox, dağım yox, ama heç lazım yox. O olmasaydı, yöneldirəm, bəlkə də takip sınırlardı. günümü derman vererdi. Hoş geldiniz Akif Han. Xoş gününüz olsun, teşekkür ederim, sağ olun. Necəsiz? Yaxşı, çox yaxşı. Birinci sualımız buydu ki, Azərbaycan musiqisinin hazırki dövr haqqında nə düşünürsünüz? Bu sualı mənə demək olar ki, testlər verirlər. Mən də həmişə belə cavab verirəm. Dünyanın əxlaqı, mənəviyyatı, bugünkü insanların ədəb ərkanı, bütün dünyadan söhbət gedir, yenə də Azərbaycanda. Nədirsə onun da elə musiqisi var. Elə musiqisi, tək Azərbaycanda yox, bütün dünyada. Biz bugün musiqiyə qulaq asırıq, dağılım, qərb musiqisi, ya Amerika falan. O əvvəlki sənətçilər yoxdur. Rap adı ilə, nə bilim, cürbəcür. Mən bütün incə sənətin bütün formalarını qəbul edən adamım. Ama bir şərtlə ki, onun arxasında intellekt olsun, düşüncə olsun. Refi bəyənirsiniz belə, refə qulaq asırsınız Azərbaycan refinə. Baxır, hansı repdə əgər bir kafede oturmuşdum, oxuyurduk belə. Mən səndən doymamışam, yerime içkisi koymamışam. Onun neyini beğenmiyorlar? Yerine koyan kimdir? Əfsus ki, daha betərlər də var. Yo, ben bilirim. Bütün bunu ədəb, ərkan, biz müəllinin də, şairin də oxumağından, onun hansı əxlaqın sahibi olmağı qiymət verilir, bilirik. Belə başa düşürəm ki, Azərbaycan musiqisinin hazırki dövrünü çox da razı deyilsiniz. Sözsüz şırtılar var, hansı istedad, hərdən eşittirəm, biraz musiqinin özündə deyil, özümə də qarşı tərəfkar olmuşam. Herhalde elə düşünürəm. Və bir sözlə, əgər gələn yeni səhifə açmışsa, başqa işlə, mənim üçün, mən özümə görə deyirəm. Yeni səhifə açmışsa, başqa işlə məşğul olsun. Bir çox insan sizə Azərbaycan musiqisinin əfsanəsi hesab edir. Mənə maraqlıdır, siz özünüz, sizcə əfsanəsiz? Yox. Azərbaycan musiqisi, vokal sənəti nə Akif Samzadə ilə başlayır, nə də Akif Samzadə ilə bitir. Azərbaycan musiqisinin bir daha kalifiye var düzeyilməkdir. Bizə deyəndə ki, xalq mahnıları ilə, estradan, sintezlə, belə. Biləm ki, Üzeyir bəyin necə bir fikridir. Bizdə forma değişir. Onu Vaqif də deyirdi, Mustafa Zadə, Rafiq Babayev də deyirdi. Mən Fikrət Əmirovgilin evində olmuşam, Arif Məlikovgilin evlərində olmuşam. Bunların iş otaqları olur. O iş otaqlarında Üzeyir bəyin rəsmi portreti ayrıca. Üzeyir bəy bizim üçün elə bir məktəb qoydu, getdi. Ki biz onun bəhrəsini bu gündə başa düşənlər ağırlar. Heç yanından çıxmır. Birinci dəfə Üzeyir bəyin Köroğlu öyüştürəsi meydanda birdən birinci qadınlı kişi hamısı gözündən yaşadı. Orada oturanlar, orada olan cavan kişi tankın qabağına əli yalın girərlər. Sizin bir müəlliməmiz var idi, Üzeyir Azərbaylı, onu araşdırıb da, yəni
Həmçinin Zürət Azərbaylı böyük bir jurnalist olubdu. Biz onun adi məqalələrini falan oxuyuruq, çox bəyənirəm mən şəxsən. Deyir, onun Koroğlu uverturasını dinləyəndə elə bilirsən ki, parlamentdə ilk iclas var idi, onu görürsən, Azərbaycanı görürsən. Yəni, onun belə sözləri var idi. O öyle şəxsiyyət idi. O dövrdə bir-birini tamamlayan veya Akif bəyin də iş otağında Hüseyin abinin de portretini gördük. Hamısı öyle kişilerdi. Bizim üçün nümunə olan, onlarla fəxr eləyə bilərik, onlarla evlatlarımıza da, özümüzə də. Üzeyir bəy, Azərbaycan musiqi mədəniyyətində, Azərbaycan xalqının o təfəkkürünü, milli mənliyini qoruyub saxlayanlardan biri oldu. Belə bir şayə var ki məncə şayə deyil, doğrudur. İnsanlar deyirlər ki, Sovet dövründə Azərbaycanın mədəniyyəti lap başqa idi, lap güclüydü, amma indi vəziyyət o deyil. Belə bir sual vermək istəyirəm ki, Sovet dövrünün pis tərəfləri də olub, yaxşı tərəfləri də olub. Amma bu bir reallıqdır ki, Sovet dövrünün Azərbaycan musiqisi yəni yaxşı idi. Siz fürsətiniz olsa, Sovet dövründəki hansı şeyləri Azərbaycana gətirmək istəyərdiniz? Yəni müstəqil Azərbaycana. Biz bu Sovet yani sistemiyle bağlıdır. Bu millet öz istedadlıdır. Yani özümüz bu milletten iyi falan. Ben düzgün başa düşün ha. Ben böyle şeylerden de kabul edeyimler abi. O güzel şey tapırlar. Ben böyle dolsa tapırlar. Türkler, beler falan öyle şeyler yok. Ben evvelde dedim ki bu millet balaca bir memlekettir. Milletin balacası böyle olur. Memleket öyle balaca da olsa özde her millete deniz kırağında yaşamır. Deniz kenarında yaşamır. Balaca bir yerdeniz o Üzeyir Bey, Kara, Fikret, Tevfik Kuliyev, Cevdet Hacıyev, Cangirov, Rauf Hacıyev. Bunlar birbirinden. Zaten biz o vaxt radyo kulağı asırdı. Dağılım. Şimdi böyle oldu ki eşitmemişim bestekarın adı değil. Ders xəttindən bildi ki bu Rauf Hacıyev'di, bu Cangirov, bu Tevfik Kuliyev'di. Ders xətlərindən şimdi ki bunlar belədir. Onu Sovetlə bağlamağa, cəmiyyətdə nə qədər çatışmayan cəhətlər də olsa, görürsən ki, haradasa istisnalar olurdu. İstisnaların da biri musiqiydi. Düzdür, o musiqiydi, yaradıcılığı zaten Sovetlər barışıqlar nəzarət altında saxlayıblar. Cürbəcür ittifaqlar adıyla filandan, beşməkanlarla, öyle şeyler var. Ama bu millet özü böyle istedadlı millettir. Şəhərimizin de adı Bakıdır. Ama Bakı bir var fani dünya. Bir de var Baki değiller ama Baki'de yazılır Baki. Allah'ın sıfatlarının adlarından biridir. Baki. Bu derle böyle tesadüf gördüm. Ben dedim ki tesadüfe inanmıram. Ona göre tabii hesap ediyorum. Sizin mühafizəkar adlandırmaq olar. Mühafizəkar, hardasa, elə. Sazım mən əlimdə imkan olsaydı təhsil sistemini değiştirərdim. Təhsil sistemini değişmək deyəndə mən bir nəzərdə neyi tuturam birinci növbədə. Valideynlərimizdən sonra bizim üçün ən müqəddəs obraz olan müəllim o statusu qaytarmaq. Mən qadın əleyhinə deyiləm. Amma qadın məktəbdə, o evin içində həmişə bizi kişi ilə qoruzurdular. Ato deyər, yaton gələr, biz belə elə. O xof olmayanda, o cavanlarda 100% yəqin ki, demirəm müəllimələrinin yanında sigaret çəkilir, amma əllərində sigaret varsa onu söndürmürlər. Məktəblərdə.
Bu da sirayət edir cəmiyyətə. Statistikaya görə götürün baxın, son 10 ildə ailələrin dağılmağı, Boşanmalar dəhşət artır. boşanmalar, özdə təşəbbüs kimdən gəlir? Qadından 51%. Demirəm 70%, amma 51% onlardan gəlir. Akifəm, amma bunu belə izah edənlər də var idi ki, əvvəl qadınlar cəmiyyətdə güclü deyildilər, çox zəif idilər, zəif olduqlarına görə səslərini çıxara bilmirdilər. Yəni o dövrdə də qadının gücü olsaydı, qadın öz istəyini deyə bilərdi. Bəlkə belə olmalıdır yəni. Feminizm hərəkəti başlayandan sonra, keçən əsrin 19-cu əsrin sonunda feminizm hərəkəti başladı. Feminizm hərəkəti başlayandan sonra 2 dəfə dünya müharibəsi oldu. Əgər mənim danışımda kimsə təsadüfi hesab edir ki, bu təsadüfdür, mənim danışımın mahiyyətini axıracan anlamayacaq. Təsadüf yoxdur. Təsadüf olsaydı, kainatın düzümü çoxdan pozulardı. Bu təsadüfdür. Bu matriarxat, o söz yadımdan çıxmışdı. Bu matriarxat nəyə görə bütün dünyada gedir bu problem? Qadın ilk növbədə təsir altına düşür. Həvva anamızdan başlayaq. Tarixən belə olur. Amma bunu deməkdə tarixdə qadınlar olur. Adlarını yazırlar tarixə. Böyük duaları da analar həyat veriblər. Müqəddəs kitabımızda Məryəm suresi var. Elə belədir. Belə məqamında dərəcəndə sahiblər olur. Amma bütövlükdə qadının bu dərəcədə filmlərdə, cəmiyyətdə, televizor açırıq, veriliş aparanların 99% qadınlardır. Təsadüfdür, genəlizm yox. Bu ilə dövlət zəifləyir. Televiziyada oturanlar fikirləşir ki, yəqin sürünü idarə eləmək asandır. Bəli, amma onu düşmənlərimiz də bilir axı. O həmin sürünün təmsilçiləri də evlərə hücum eləyirdilər. Müslüman keçmişi maşınları çölüb yandırırdılar. Kimlər istifadə eləyirdilər? Baxın. Rusiyanın kəşfiyyatçıları bu hərəkət başlayanda, kəşfiyyat. Bizim düşmənlərimiz var, biz 44 günlük müharibə öz yerində. Çox gözəl mərhələdir. Amma bizim mübarizəmiz o ilə bitmiş. Mübarizə devam edir. Azərbaycan vətəndaşı da, hər bir vətəndaşı o müqəddəs borcudur, dövlətçiliyi qorumaq. Bu bir nəfərin və bir qrup insanın işidir. Bu bizim dövlətdir. Elə ailə, elə insan tanımazsan ki, xüsusən yaşlı adamlar. O yaxın dostunu, tanışını, qohumunu itirməz. Bu hərəkətdir. Bu yaxınlarda bir küçədə belə bir söz. Ki, mən də vaxtında cəbhəçi olmuşam. Gələm ona, necə cəbhəçi olmuşsan? Cəbhəçi addır. O əqidaşlar ki var, dünən də cəbhəçi idilər, bugün də sabah da cəbhəçidirlər. Bu partiyanın adı məsələsi deyil, o əqidəni daşıyanlar var. Azadlıq, müstəqillik ruhu. O birinci növbədərdir. Bizim üzümüzə qarşı vaxtında hələ sizin universitetin müəllimləri var idi ki, deyirdi ki, auditoriya girirsən biz, tələbələri oyaq tutmam. Bizim üstünə deyirlər, şahsən mənə deyirlər, səndən Sibir yiyilər, Sovet hökuməti də dağlar. Ancaq indi bilmək olmaz, bəlkə özü də olmasa, evladı hansısa vəzifədədir. Siz İslam dininə çox bağlı insansınız, çünki bunun fikirlərinizdə də görürəm mən. Yəni, İslama, dinə yanılmıram ki. Yox. Hə,
Ancaq bəzi insanlar var ki, dindarlar da bunu deyənlər, indi bilmirəm nə qədər dindardırlar, deyirlər musiqi İslamda haramdır. Sizin bu fikrə münasibətiniz? Əvvəla ondan başlayaq ki, mən misal üçün deyəndə mənə ki, sən Allah'a inanırsan, belə də sual verirlər. Mən həmişə deyirəm ki, mənim üçün problem yoxdur. Mən subarda düşünmürəm. Bir şəhərdə xəbər yayılır ki, bir alim gəlib, İslam alimi. 100'ə yaxın Allah'ın tekliyinə, varlığına dəlalət edən sübutu var. O bir ağlı şeyhlərdən birində deyir ki, o 100 dəfə şək şübhəyə düşür. Ehtiyac var Allah'ın tekliyini, varlığını sübut edəsən. Bu da belə. Qaldı sualınızın bizdə Sual odur ki, bəzi dindarlar var ki, musiqinin haram olduğunu. Musiqi. Əgər musiqi İslamda qadağadısa, onda Kur'an ağlasına müş olunur. Mən də elə sual verirəm. Başqa bir şeydir. Belə bir hədis var, Peyğəmbərimiz geçirmiş musiqi sədası gəlib toyda, cin şeytan musiqisidir. Yəni, o var. O mənbəydən asılıdır. Əgər niyyəti təmiz sənətçi, biz konsertlərdə olmuşuq, konsert bitdikdən sonra baxmışıq cəmaatın üzündə nur var. Şimdi bugün adi bir konsertə və sıradan çekim tamaşa ediyorum. Əvvəla 15 yaşından 25 yaşına əsasən cavan qadınlardır. Baxın onların üzlərində, gözlərində nə yazılır. Diqqətlə baxın görün. Səhnəyə də çıxan adam, qadınlarımız özür istəyirəm, qəlbi tansını açır, şiasını açır. Baba Peyğam bir beyti var idi, axırı sen küylə qutardı. Orada belə bir beyt var idi. Bırcıdan oğlanlarımız için sen küyü. Kadınlar da çıxıb aşağı baldırını göstərir. Yadıma Fransa'nın məşhur bir kadın mühendisi vardı, Edith Piaf. O həmişə eyni biçimdə, eyni paltar, eyni biçimdə nə üzük taxırdı, nə sırğa. İmkanlı adamdı. Bana sual verəndə belə demişdi. Mən istəyirəm tamaşaçı məni dinləsin. Mənə tamaşa eləməsin. Səhnəyə çıxan adam, doğrudan sənət adamıdırsa, heç düzü mənim fərdi konsertim olmuyor, qismət olmadı. Amma mən səhnəyə bir adam bırakmazdım. Sizi dinləyənlər arasında heç Azərbaycanda da ermənilər yaşıyordu. Ermənilər olub heç sizi dinləyən belə sənətinizi sevən? Valla bunların ən belə popular vokalı. Onunla öyle biz de adını çekmirəm, Amerika'da gelmişler. Onun işte mənə dedi ki, yarım saat sənin hakkında sağlık dedi. Yani siz musiqide biraz böyle, mən bir də erməni var hayflarla fərqini bilirəm, ayırıram. Ermənilər kimdir, hayflar kimdir? Bu Çar Rusyası Kafkaz'ı istila edəndən sonra Kafkaz'da bugünkü Ermənistan'da yaşayan Ermənilər bunlar milliyetçən Türkdülər. Ama Katolik kilisesine tabi olduğuna göre bunların Katoliklerle Protestan arasında haykları götürdüler. Bunlar da Ermeni adını özlerine götürdü. Ona göre geçimiyetine etkisi bıraktılar da. Kitaplar yazılır Türk dilinde.
Bir de orada hayır dilinde torpaq yoktur. Ben hatta hərdən düşünürəm, belki bu mənim fantaziyamdır. Hətta buranın özündə də elə işlər var, elə vəzifələr var. Mən uzağım o fikirdən. Onu çok güzel bilirəm ki, bir toplum bir etnosdan ibarətdirsə, ona millət yox, tayfa deyirlər. Millət anlayışı biraz geniş anlayışdır. Bizim qanımızda hər şeydə olur. Amma elə vəzifələr var ki, bu sən cəmiyyətə, geniş kütləyə, təsir qüvvəsinə, televiziyalardır, radiolardır. Burada yaxşı olardı ki, DNK-nı yoxlasınlar. Akif mənim bir tanışım vardı, o çox istədi ki, sizə bu sualı verim. Deyir, sizin parladığınız dövrdə bir çox məşhur müğənni, xanəndə var idi. Yəni o dövrdə bir nəsil var idi ki, Azərbaycan musiqisinə böyük bir töhfə verdi. Artıq həmin o nəsildə yarpaq dökümü baş verir. Kimlərlə dostluğunuz, əlaqələriniz qalıb? Kimlərlə aranız yaxşıdır? Mənim heç vaxt vaxtımda olmuyor. Ümumiyyətlə mən küsür olum, filan olum, belə şey olmuyor. Həmişə mənim münasibətim sənət adamları ilə, sözün Hüseyin Ağa'nın xətrini dünyalar, Allah rəhmət eləsin, dünyalar qədər istəmişik birimizə ölməklə. Bugün Vahid Kərayzadə ilə oturup dururuq. Cavanşir Kuluyevlə zəngləşirik. Kimlər deyim? Şimdi etrafımızda hem yaşımızdan bağlı hem öyle cavanlar var, cavanlar ərsizlər olsun. Ben ki televizora baxmıram, tanımıram. Küçədə yaxınlaşırlar, bəzən təəccüblə belə, hansısa müsabiqədə belə, falan düşünün. Ben hatta biz de televizora çıxış eləyəndə dedim ki, ben televizora baxmadığıma göre tanımıram. Birdən elə kişilərlə gözüm tanınmazlığa qoyuram, doğru ədəbsizliyi. Tanıdığı adama salam vermeyəcəm. Onu yox tanımıram. Biz çox müğənniləri tanımıram. Biz çox hərdən zövqünə inandığım sənətçilər zəng edilirlər ki, misal üçün filan kəsə bir qulaq as. Belə. Ailəniz musiqiçi ailəsidir. Hazırda musiqiyə həvəsi olan və yaxud da müğənni, xanəndə olmaq istəyən bir ailə üzvünüz var, fərdiniz var? Yox, elə yoxdur. Yoxdur. Teyzəm mənimlə bitdi. Estağfurullah, indi bölmürəm nəvə nəticələ indi kimdəsə. Amma hələ... Biz olmaq istəyən olsa, məsələn, münasibətiniz necə olur? Yenə dedim də, mən bir şərtlə ki, ona başı salan bu yol çox keşməkeşlidir. Mənim başıma gəlib, onda rəhmətli anam mənə bir daha söz dedi. Çağırdılar məni Ağayoka çəkməyə birinci dəfə. Mən biraz tarixçən başqa deyil, mənə ağladılar, yazıblar. Bana Dilsuz Mustafa öyle dedi, bilməklə bağlı verilmişlər. O vaxt Adil və bir o Dilsuz, ərsən. Dedilər ki, yazıda o üzümüz üçün. Sonra verirlər evlərə. Mənə də dəvət edildi Ağayoka, yəni yeni il. Sonra dedilər, sənə vaxt çatmadı. Mən də çox pis gülə düşdüm, gəldim evə. Onun halından başa düşdü, o vaxtda gec yazırlar. Onda mənə dedi, indi gör biz nələr çəkmişik. Bu yol budur. Və mən gələnə də mütləq başı salacağım ki, bu keşməkeşli yoldur ya. Bu çox çətin yoldur. Sara xanım sizə məsləhətlər verirdi, nələr deyirdi? Sara xanım birinci dəfə bizim bir qolum var. Ona mən demişdim, o da gizlicə demişdi ki, qulaq as. Sara xanım. Mən Sara xanım demişdi ki, diğer sana görüp devam edesin. Görürüz, biraz o vardı.
Akifəm, bu yaxınlarda bir dənə video yayılmışdı. Azərbaycan məşhur bir sənətkar, adını demək istəmirəm, corab satırdı. Yəni hazırda bəzi mədəniyyət insanları var ki, həqiqətən də maddi cəhətdən çox aşağıdır vəziyyətləri. Mən maraqlıdır Akif İslamzadə necə yaşayır? Mən onları elə də böyük imtiyazım yoxdur. Mən prezident təqaüdü alıram. Elə də böyük imtiyazım da yoxdur. Mənə bəs edir. Düzdür, sarayım yoxdur, bağım yox, dağım yox falan. Hepsi lazımdır diyor. Ben bana elə söz deyirəm. Elə böyük imtiyazım da yoxdur. Azdan az dostlarım olub, Allah can sağlığı versin, rəhmətə gedənlər də oldu. Gəlib görüblər ki, maşınım köhnə maşındır falan. Təzəsini alıb veriblər. Ayrı dostlar da oldu. Sağ olsunlar. Gedib özlərinə yarı Akif İslamzadə köhnə maşında falan. Neyse, böyle de olur. Ondan imtiyazım da yoktu da yani diyeyim. Azdan az, çoktan çok. Hemşire oldu. Ben de bütün burada hamısını diliye beğenmediğimiz falan falan yakamı kenara çekmiyorum. Bütün ne çatışmayan cəhətlərdən ki danışdım ha. Yakamı kenara çekmiyormuş. Allah'ın yüz bizim boynumuzdadır. O istafede biz ötürmüşük. Deməli, mən də harısa danışmamışam. Lazım gələndə üsyan eləməmişəm. Belə, biraz mən, biraz o. Gəlib çıxdıq bugün. Amma inanıram ki, bu millət ağır anlar olduqca həmişə tapır. Çıxacağı tapır. İnşallah. Bu sənətkara verilən dəyərlərdən biri də bayaqlarında əslində o mövzuya toxundu. Ona verilən adlardır. Fəxri adlarla bağlı sizin bir neçə dəfə danışmışsınız ki, mən istəyirəm ki, bir dənə fəxri ad olsun, hər kəsə verilsin. Amma dediyim kimi, bayaqlarında dedim, Bəhram Bağırzadə bir dənə fikir səsləndiribdi ki, mən xalq artisti adı almıram, çünki mən Şövkət Ələkbərova ilə, Sara Qədimova ilə, yəni dediyindən təxminən belə çıxır ki, eyni şəkildə sənətkar deyiləm. Yəni, yanaşmalar əslində qalsa biraz fərqlidir. Nə düşünürsünüz Bəhram bəy? Belə mübahisələr düzgündür. Misal üçün, Azərbaycan vokal sənətində Rəşid Beybutov yeni səhifə açdı. O olmasaydı, yenə deyirəm, bəlkə də Akif İslamzadə da olmazdı. Yaxşı məktəb idi. Belə müqayisə edək ki, indi mən ada olan münasibətdən deyirəm. Rəşid öz tutanı mənə özümdən hiç danışmam. Mirzə Babayev. Mirzə Babayev, onun birisi bir ləqəbi vardı, Allah rəhmət eləsin. Neydi? Mirzə Mantan. Fransız şansonu vardı, İbn Mantan. Şanson idi də Mirzə Mantan deyirlər. Öz aramızda da. Əsl peşəkar, amma Mirzənin də öz yeri, Rəşidin öz yeri. Yəni deyirsiniz ki, hər kəsin öz yeri. Hər kəsin öz yeri. Hər ada vahidsə, ad verilirsə, tutalım. Mən bu artist adından kabul eləmirəm. Amma bir ad olsaydı, onu hamısını, hətta jurnalistlərə də, istedadlı jurnalistlərə, memara, alimə, bəstəkara, amma bir o. Biz onlardan biraz deyir, o məhəllə kodeksi, əxlaq kodeksi falan. Onun böyüyen, biz de böyüklerimizden görmüşydü. Məhəllədəki saqqallar idi, sigaretlərimizdə gizlədirdik, özlərini görmezliği uyurlar. İndi bir də ağzımızdan nəsə bir nalar bir söz, özlərini işitməzliği uyurlar. Bu böyüklükdən gələn şeydir. Söz çıx televizirdə, ağzına gələn danışırlar, filan kes belə. Ədəbsizlik, əxlaqsızlık, özü təsadüfdür o. Təsadüfdür. Milli dövlətçiliyi dağıtmaq üçün. Bunlar hamısı əksəriyyəti Moskva ilə bağlı adamlar. Cürbəcür qəbəyə, oyunlar bir fikir verin. Telekanallarda. Görün,
günümüz kimler de var. Eğer milli devletçiliği dağıtmasalar da zəiflədərlər də. Gələcək nəsillərə pis təsir edir. Ne gələcəyinə bu dövrün adı var da ahır zaman. Ahır zaman. Sonra bilirsiniz bazı şeyler var. Ben de onu da diyeceğim sonra. O fikrim yarımçılık kaldı. Ahir zamanda hadis 30 yalancı peygamber oldu. 14'ü kadın. Ben daha bilinler diyebilirim değil. Blavatsky'a. Yelena Blavatsky'a. Kitabı var onun. Sirri elim. Tayne doktrina. Da sirri elim. Çeksov cemiyetini yaradı Amerika'da 1875'te. Birleşmiş Milletler Teşkilatı'nın esasnamesinde yazan Çeksov cemiyetinin herhalde ikisi Çeksov cemiyetinin üzüldü. Tezahürün Birleşmiş Milletler Teşkilatı özünedir. Qaada məhkəməsi faşizm üzərində məhkəmə qurdu. Satanizm üzərində dağılandan sonra 53-cü ildə Stalin ölümündən sonra görülə 100 milyon ahali çatışmır. Bolşeviklər elədiyini yer üzündə komünistlərin, sosyalistlərin nə istəyir? Özü bu bolşevik inqilabı olmayıb, siyonist inqilabı olub. Hani Romanovların xəzinəsi. Əsrlər boyu keşişdirat, kilsələr yığdaqları, keşləri güllələdilər. Əsrlər boyu yığdaqları hani? Eğer insanların xalqın rifahı üçün eğil oldu yapıp zaten Ukrayna'da 5 milyon ahali neden kırıldı? Hazırlan. Bunu tesadüf yok. Şimdi ahır bir söz edeyim. Ki bu fikirde yaptığı alsın. Bu kainatın yaranmağı Rabbimiz tarafından ol dediği yarandı. Söz ses süre, sesten yarandı. Sonunda ne olacak? İsrafil sorun sadece. Sesle başlayıp sesle de bitirir. Sesin çok büyük sirleri var. Teşekkür ederim Akif Bey. Ben de size teşekkür ediyorum. Sağ olun, zahmet çektiniz. Biraz tamaşaçılar, dinleyicilerimize baş ağrısı da versek. Belki biraz perakende danıştık. Bütün eğer eskiyle xahiş edirik kabul edesinler, Allah səmimi danıştık. Öyle düşünürüm.